şəhid analarına, qazi analarına birinci növbədə müraciət edirəm ki, dözümlü olsunlar. Bu da Allah'ın bir talihi idi ki, onların balaları için hamımızın balasıdır. Qazi olublar, neyini talih belə yazır. Allah onlara dözüm versin o analar. Mən bilirəm o ana hər bir dəfə oğlunun gözünün içine baxanda ürəyindən o ananın hansı hisslər keçir və ürəyindən necə qanlar axır. Yaş yox ha, qanlar axır o anaların ürəyindən. Onu ana olmayan heç bir kəs hiss edə bilməz ki, o ananın ürəyindən hansı qanlar axır ki. Yəqin ki, oğlum ürəyində nələr fikirləşir. Bir gün qazi olmasaydım, mən də belə eləyərdim, mən də belə eləyərdim. Buna dözmək çox çətindir. Analara, əgər anaları sağdırsa, salamətdirsə, Allah onların canına dəyməz. Mən bilirəm nə hisslər keçirərlər. Və şəhid analar. Yəqin ürəyində çox şeylər fikirləşərlər. Yəqin ki, fikirləşirlər ki, mənim də balam sağ olaydı, sağ gələydi. Oğluma baxaydım, qürurlarına deyim, hər bir ana evlad böyüdəndə, körpəliyindən onu qucağında bəsləyəndə, ürəyində yəqin ki, nələr fikirləşə bəsləyir o oğlu. Hər bir ana. Heç ana fikirləşmir ki, ay Allah oğlumu böyüdəydim, nəyisə olaydı. Fikirləşir ki, ay Allah oğlumu böyüdəydim, gələcəyini görərdim. Nə hansı hisslərlə də ürəyində nələrsə arzular olur. Ancaq bir gün gəlib arzularına çata bilməyən analara deyirəm, ürəyi üzün arzuların, ürəyi üzdə fikirləşə dözməlisiniz. Dözməlidirlər. Allah onlara dözüm versin. Hamısına, bütün analar Allah dözüm versin. Şəhid analarla, qazi analarla.